Xətai rayonu Oksigen küçəsi 1 ünvanındayıq. Gördüyünüz bu 3 mərtəbəli yaşayış binasının demək olar ki, bir əsrdən çox yaşı var. Nəzərimizə çatdıraq ki, Fövqəladə Hallar Nazirliyi 2020-ci ildə binanın istismara yararsız olduğu ilə bağlı akt da çıxardı. Məsələ şəhərsalmaya göndərilib. Sakinlər şəhərsalmanın 1500 manatdan kvadratını razılaşdırdığı evlərdən narazıdırlar. Onlar bildirirlər ki, evlərinin kvadratı ölçüsündə onları evlə təmin etsinlər. Lakin dəfələrlə aidiyyatı qurumlara, aidiyyatı orqanlara müraciət etsələr də cəhdləri boşa çıxıb demək olar ki. Gəlsinlər, bazardan bizim evimizi həmin kvadratda, biraz da azı ilə, heç çoxunu istəmirik. Evlərimizi alsınlar, burada hamı yaşayan, kasıb-küsub insanlar, biz ev istəyirik, başımızı salmağa ev istəyirik. Mənə deyir, get Midadan al. Midanın qiymətini örgənmişik 112 mindir, mənə 90 min verir. Mən o 90 minə, mən 12 minə hardan gətirim verim, o ev alaq. Mən deyə bilərəm 5 min. Düz deyil, axı, o düzgün deyil, elə deyil. Yəni, ən azı 2500, 3000, nə bilim, mən qiymət qoymamışam, mən bilmirəm qiymətlər neçədir. Bizim tələbimiz odur ki, bizə yəni bir normal pulu versinlər, ev ala bilək. Yəni yox, pul da vermirlərsə, pul heç lazım deyil birinci növbədə. Bizə ev versinlər, Xətai rayonundan ev versinlər. Yəni harasından olsun bizim daha fərq eləmir. Kimin 5 kvadratdır, 10 kvadratdır, təmin eləsinlər, qutardı getdi. Onların 1000 manatı, milyonu da lazımdır.